Məsələ 9. Fx bərabərdir 2x çıxar 3 bölü 3 olarsa, f üstü mənfi 1, 5'i tapın. Yəni, verilən funksiyanın tərs funksiyasının 5 nöqtəsindəki qiymətini tapın. Verilən funksiyanı y ilə işarə edirəm. Y bərabərdir 2x çıxar 3 bölü 3. Və buradan x-i tapıram. Buradan çıxır ki, 3y bərabərdir 2x çıxılsın 3'ə. Buradan da tapıram 2x bərabərdir 3y üstəgəl 3. X-i tapaq. Aldıq ki, x bərabərdir 3y üstəgəl 3 bölünsün 2. Və x tapdığımız x verilən funksiyanın tərs funksiyasıdır. Ona görə də mən bunu birbaşa f üstü mənfi 1x ilə işarə edirəm. Və y-in yerinə isə x-i dəyişənli yazırıq. Olacaq 3x üstəgəl 3 bölünsün 2. Deməli, tərs funksiya tapıldı. Tərs funksiya oldu bu şəkildə. Və biz f üstü mənfi 1, 5'i tapmalıyıq. Götürüb burada nəzərə alıram 5 nöqtəsindəki qiymətini. F üstü mənfi 1, 5 nöqtəsində bərabər olacaq. 3 vuraq x-in yerinə 5 yazırıq. Üstəgəl 3 bölünsün 2. 15 üstəgəl 3 bölünsün 2. 18 bölünsün 2 bərabərdir 9'a. Beləliklə verilən funksiyanın tərs funksiyasının 5 nöqtəsindəki qiyməti 9'a bərabərdir. Cavab f üstü mənfi 1, 5'də bərabərdir 9'a.